Biri o vaxt Mayqovun paylaşımlarının birinin altına yazmışdı ki, bəs də bu bildirişləri göndərdiniz tətbiqdən. Onsuz da yəni, pis xəbər gözləyirik həmişə də. Və nəsə gəndə qorxuruq. Halbuki biz məsələn bayramımızın barəyə yazırıq. Deyir, bayram təbii ki yazmayın da bizə. Görmüşəm mən. Düz deyirəm, bunu başa düşürəm bu arada. Məsələn, son vaxtlarda mən insanlar ümumiyyətlə Mayqovluq deyil ha. Dövlət əplərindən yaman girdim söhbətə, amma yaxşı xəbər necə gələ bilir dövlət əplərindən? Məsələn, telefona mesaj gəldi, hörmətli Emin Davud. Ayda onda necə yaxşı cərimə eləmişsən. Cərimə gəlib də. Ya telefona zadı gələ bilər hərdən ki, məsələn gəl viza müraciətinin cavabı çıxıb gəl götür. Bilmirsən də yaxşıdır. Bizdə sual altında. O da onda da qorxu var da yenə qorxu. Əslində bu cərimələr falan da Mayqovdan gəlir. Bir də görsən ki, Mayqovdan bildiriş gəlir ki, protokol tərtib olunur, ödə. Mən skuterlə cərimə edirlər, o hələ də skuter üzərində cərimələnmişəm. Sürət atılmış. Qırmızıda keçmişəm skuterlə. Səni polis saxladı məni. 60 manat, 40 manat, indi dəfbən gəlib 60 manat bir şey cəriməm var. Mayqova da girəndə birinci səhifədə otursun. Bunu elə qoyaq ki, bunlar qalmasın. Gördüm ki, sizdə bir çəkilişlər. Amma nəsə, mövzunu dəyişirəm. Bizə çox belə antiklosko falan dedilər. Mən sənə bir şey deyim. Bu söhbət sənlə də elədik biz keçində bəlkə. Yəni insanlar birinci antiklosko çıxanda, alt qərib işə baxanda deyirdilər ki, bu bizim elədiyimiz söhbətlərə oxşayır. Yəni bizim qrupdur bu deyirdilər. Bizim söhbətlərdən birini oxşatdılar antiklosko tərzinə və bizə dedilər ki, antikloskosunuz siz. Nə oldu ya? Antiklosko bizim kimi danışır. Hamı podkast danışır. Altı qırmızı bir şey zat deyirlər. Altı qırmızı, üstü ağ bir şey deyənlər falan. Qəşəng kommentlər var, güldüm olaraq. Yaxşı ki, dışarıda takılmıyor ümumiyyətlə. Yox, takılmır. Mənə bu arada xoşdur. Yəni şey, mənə də xoşdur. Kimə oxşadılar? Yəni pis adamlar deyirlər ki. İsmail öpürəm. Fərd, mən də səni öpürəm. Eminlə də mən kimi öpüm? Sən də Bəyazıdı öp. Bəyazdan da səni öpürəm. Sən də Tərlanı öp. Öpüldüz altı qara pişik. Mən Eminə də dedim ki, yaxşı ki, altı qara pişik deyilən bir şey var ölkədə. Yəni insanlar deməli nəsə izləyirlər. İnsanlar kimisə izləyirlər. Yəni amma sənə bir şey deyim, də biraz qeydirim. Altı qara pişik belə son vaxtlarda altı qara pişik deyil. Niyə? Elmətdin verilişinə baxdınız. Baxdım, zor idi. Çox pis idi, dəlisən. Niyə ki? Niyə pis idi? Qardaş, TV-yə dönmüşdü söhbət. Yəni editdə baxıblar ki, bu nə bölümdür? Arxaya səs effektləri zad, mahnı zad Elmətdinin açdığı yerlərə ki, biz sığısınlar. Elmətdin o deyil axı. Yəni aktyor olaraq işləri pis deyil bu arada. Bacanaqları yəni komediyxanadan yaxşıdır da bacanaqlar başa düşdün. Yəni iyrənc deyil də. Yəni bütün bölümü oturub bacanaqlara baxsan, komediyxanaya baxırlar cəmaət. Komediyxanaya yamanlar. Ya bacanaqlara bir bölümünə oturub baxsan, bir dəfə gülərsən minimum. Eləyərsən yəni. Və gedər. Amma komediyxana getmir axı məsələn. Mən valla komediyxanaya baxmamışam. Bacanaqlara da baxmamışam. Belə xırda epizodlar görmüşəm və güldüyüm də olub. Hər gün saat 2-də. Güldüyüm də olub. Amma o bölümə biz belə dostlarımla bir yerdə baxdıq. Uşaqlarla bir yerdə baxdıq və getdi yəni. Heç fikirləşmədim ki, körlük var. Sən futbolçular söhbətinə zor edir. Mən axıra kimi baxan mənim. Ya bir sən mən sənə bir söz deyim. Kommentlərdə məndən çox adam eyni fikirdə idi ki, yəni siz nə edirsiniz də yəni. Sənə görə bəs sənin o formatın qonağı necə bir tip adam olmalıdır ki? Mən özlərindən soruşanda ki, siz niyə hamı tək istəyir də onların çəkməyini. Otursunlar 4 nəfər danışsınlar. Konsept nə idi onlarda? Çox sadə problemlər haqqında abartılı danışırlar da, düzdür, tema budur. Absurd komedi deyirlər filan, nəsə. Qardaşım, seçimimi hələ gözlər deyil. Sizin canlarına bax, hə? Onlar da deyirlər ki, mən soruşdum bu arada özlərindən, niyə çəkmirsiniz bölümü? Çünki azaldılar axı son vaxtlarda antiklosunu. Dedi, biz qonaq axtarırıq. Deyir, amma qonaq istəmirlər axı izləyicilər sistemdə. Yəni, deyir, biz bezmişik oturub 4 nəfər danışmaq. İstəmirik. Amma o mənə məsələn qəribə gəlir və yəni düzgün strategiya kimi gəlir. Düzdür, adamlar Instagramda möhtəşəm şeylər eləyirlər, o heç. Amma
Mən bir yerdən sonra 4 nəfərin danışa biləcək. Onlar həm də mən belə başa düşürəm, sən də yaxşı tanıyırsan uşaqları. Mən belə başa düşürəm ki, onlar gündəlik həyatda da bir yerdədirlər. Yəni əlaqələri var da. Biz işdə bir yerdəyik. Məsələn biz daha çox bir yerdə. Biz daha çox bir yerdəyik. Amma necə deyim? Niyəsə mənim ağlımda elə var idi ki, onlar hətta hamısı bir otaqda oturur. İndi bizim otaqlarımız falan ayrıdır da. Bəzi evlidir. İsmail başqa yerdə işləyir. Fəridlə ayrı-ayrılar. Ha, Fəridlə Mənlə birlikdə eyni agentlikdə qalırlar. işləyir. Bir evdə qalırlar. Bir evdə qalırlar və onların evində olur temalar. O çəkiliş falan gedir. Yenə də bir yerdən sonra sıxılarsan. Onlar neçə il müddətdir bu işlə Qardaş, məşğuldur. amma sənə bir şey Və deyim. nə qədər mövzu var ki, danışmağa. Yəni, Yəni nə bilim, məncə var ya, bura. Mən yəni var ya. bu neçənci videoda çəkirik? 4. 4. Ali, dəli sən Bir 20 dənə çəkəndən sonra bir də Qardaş, arka sokaklar, dəli sənsən. Məncə çıx. Abi sən necə? Hər həftə sənə başına qəribə hadisələr gəlir axı. Bir bu. Yəni bizim həyatımız sənin qədər bir şey deyil. Mənim başıma gəlmir qəribə hadisə. Ya ikincisi də ki, məsələ nədir? Yəni nə bilim ya, qardaş, danışarsan ya, o qədər boş-boş şey var ki, Danışmazsan, dünyada. danışarsan. Instagramı scroll edirsən və o sonsuzdursa, sənin danışacağın şeylər də sonsuzdur məncə. Hə sən mudun gedə bilər. Bilmirəm, düzdür, sən demiş 60 bölümə, 40 bölümə, 20 bölümə çatandan sonra bəlkə mindset dəyişər. Ya həm də Amma ki, mən elə özləri üçün ola bilər. Məsələn, də o qədər o mövzulardan danışdılar ki, məsələn, bilirsən nə? Ondan şey yoxdur. Bir ka var. Yox. Zart. Məsələn, Qarpız. Məsələn, bilir ki, sən nə deyəcəksən, nə bilim, Nurlan nə deyəcəksən. Bəlkə də oynamaq da istəmirlər də, belə acting eləmək istəmirlər. Təbii alınmır da yəqin. Ya nə ürəkləri sıxılmış ola bilər. Qonaq elədi ki, tema cibindədir də, yəni o adamla söhbət eləyəcəksən və hər şey yenidir. Belə mən bilirəm də sən nə deyəcəksən. Sən indi bilmirəm, indi bizdə də bir 60 bölüm olsun yenə deyirəm, nə bilim. Məncə çox aydın olacaq hamıya ki, söhbət hara gedir. Bilmirəm. Düşünmürəm, görəcəyik. Gəzər, bir dənə Instagram səhifəsi var. Qaqaş avqustun 15-i idi səhv eləmirəmsə, saat 3 PM-də, yəqin ki Amerika vaxtı ilə ya da Avropa vaxtı ilə bilmirəm. World Club Day deyə bir şey açıbdı, yəni Dünya Alqış Günü. Özü yaradıbdı və deyir ki, avqustun 15-i gəlin həmin saatda Hamı bir dənə. hamı alqış. Bir dənə belə bir dənə də başa düşdün alacaq. Görəsən nə olacaq? Və hər gün bununla bağlı video çəkir və adamın həqiqətən də bəlkə 1 milyona yaxın bir izləyicisi var və sıxır da insanlar. Və qısa bir müddətdə başladı. Yəni 1 ildə başladı. Məsələn mən olsaydım 3 il sonraya verərdim ki, biraz zamanat yığılsın. Adam yığılsın. Şey oldu bu arada. Bir dənə də qaqaş. Nəsə bunu qurtarım sonra ona gələcəm. Mən indi fikirləş. Yox. Mənim qeyri-iş günüdür həmin gün. Bayram eləyiblər onu. Avqustun 15-i, yəni bilmirəm, amma yəqin ki həftə sonuna salmış olar. Amma o qədər fikirləşmiş olar da. Bir dənə də qaqaş var idi. Nə bilim 1024, Project 1024 idi, nəsə belə bir şey idi. 1096 idi ya nəsə. 1096-dan başladı sıfıra qədər saymağa hər gün. Və hər gün video paylaşdı. Demək olar ki. Bir gün 1096 deyir, sonra 1095 deyir. Və hamı videolar sən nədir? Kommentlər. Nə olacaq o gün? Heç kim bilmir nə olacaq. Bu geri sayım başlatdı prosta. Okay. Mr. Beast zat girdi söhbətinizə, komment yazdı ki, ala denən falan qədər pul verəcəm zat, deyir, demirəm zat. O da elə bir hamını plat xərcini. O dadı var, yaxşı deyil. İstəmədiyin o bounty rəhbəsi yoxsa? Çünki istəməmişdi, hissiz demiş. Hə, Çərək qalıb, kivas qalıb, nə bilim. Sən bu konservativ duruşun Aynen. nəysə, uzun bizi sözün qısası. öldürdü, bizi geri atdı. Sizi geri atdım, siz qabağa getmək istəyirsiniz. Sən deyirsən ki, köklərimizə qayıdaq da. Bu da yaxşı. Hə, nəsə. Mr. Biz qoşuldu temaya. Hə, axırında onun nə olduğunu, o qaqaş YouTube-a bir dənə video buraxdı və son bir gün qala o videonu başlatdı. Hələm boş-boş danışdı da, belə bir şey olmadı orada. Dedi ki, mən bunu başladanda, yəni ölürdüm, borcun içindəydim, zartsız. İndi çıxmışam. Hə, indi bəs çıxmışam. Belə bir şey oldu. İstəsəz hər şey bacararsınız, azıcıq deyə bir video çəkəcək. Nəysə. Mən düşünürəm ki, mən belə bir, siz
Əhməddən də soruşacağam bunu ki, yəni necə bir gün olmağını istəyərdiniz ki, insanlar birləşib oynasın? Mən istəyərdim ki, qışqırsın insanlar bir gün. Çıxsınlar pəncərəyə, qışqırsınlar. Yarım saat sakitçilik istəyirəm bütün dünyada. Yarım saat. Qışqırmaqdansa mənə də məsələn bu daha sakit də mən. Ümumiyyətlə fikirləşəm insanlıq Yarım olaraq saat bir fikrə heç nə eləməməliyik. Yəni, Atatürk'ün prosto öldüyü dayanmaq. gün türklər deyəsən 1 dəqiqə eləyirlər ya 1 saat yoxsa nəsə belə bir şey var. 1 saat eləməzlər. 1 2 3 1 dəqiqə falan eləyirlər, amma bilirsən necə? Maşınla getmirlər, hamı saxlayır maşını, Çıxır düşür, maşından, ayaq üstə durur belə 1 dəqiqə sükut eləyirlər Atatürk'ün ölüm günü. Məsələn 1 saat hamı vaxtsın. Heç nə eləməsinlər də mən deyirəm. Mən qışqırıq deyirəm amma mən sən necə o qışqırığın içində azadlığı daha çox hiss edərdim. Sükut azadlıq deyil məncə, qışqırıq azadlıq. Mən sayını görə deyəcəm. Müəllim, Amma o heç mənə azadlıq kəsmə deyil. deyil. Müəllim, təsəvvür et, Kəsmədim çıxmısan pəncərədən balkona, pəncərədən balkona çıxsan, başın qara tutmuş. Gidin o qədər. Yəni başa Təzəvvür etmirsən pəncərədən balkona. Pəncərədən çıxırsan, heç kimi gəlsən bax. Nəsə? Hamı qışqırır. Yəni Və sən- pisdir də, xaosdur da. Qardaş, Hamı amma niyə bizə qışqırır? necə, yəni içindəki o əsəbi nifrəti, qəzəbi məyusluğu paylaşmaq üçün qışqırırlar. Paylaşmaq üçün olar. Amma həll eləmək üçün olmaz. Ya, prosta yəni qardaş qışqırın və içindən nə pisliyin varsa və onda sən istəsən sakit dur və o qışqırıqların səsindən həzz ala bilərsən. Bu nədir Reels deyib? Reels Sən elə hamının əziyyət çıxardın. Sən sakit dursan, o qışqırığın dünyaya bəsdir. O çaxdılar, Reels də qəşəng idi ya. DJ Talihin. DJ Talih kimi DJ çaldı. Turan. 6 qara bir şey çıxardı. Reels DJ Turalın deyir də ancaq. Hə. O yaxşı. başa düşmürəm mən. Məncə senin bayaqdan heç nə başa düşmürəm. Məncə sən rezil deyəcək kimi şu an Hə, deyəcək ki, mən atma sıxışdım. İndizə. İndi. Mənim babayaq bir şey dedim. Mənə o daha çox maraqlıdır. Qardaş çıxıb o videonun o günlər sayılıb qutarıb çıxıb deyib ki, hə, mən elədim. Siz də inan istəsəz hamı istədiyi şey eləyə bilər falan da. Bu motivasiya çıxışıdır. Bax. Motivasiya verən insanlarla bağlı sosial mediada motivasiya verən, nə bilim, insanlara belə deyək də, indiki adı coaching kimi götürsəydə, insanlara bir yol göstərməyə çalışan insanlarla bağlı fikriniz nədir? Mən məsələn görəndə bilmirəm bu nədən irəli gəlir, çoxluqdanmı irəli gəlir, yoxsa baxıram adama, adam mənə ləzzət eləmir, ona görə belə bir avtomatik belə bir düşüncədə oluram. Amma mənim əsəblərimə toxunur. Niyə? Çünki yəni hər bir insanın öz həyat tərzi, nə bilim, özünə xas bəzi xüsusiyyətləri var da. Sənin çevrən başqadır, sənin ailən başqadır, sənin getdiyin yol başqadır. İndi sən bir şey eləmirsən, uğurlu alınıb deyə, o demək deyil ki, o qarşıdakı adamda da uğurlu alınacaq da və çox ciddi şəkildə hamı bir-birini belə pump eləyir də, motivasiya ilə pump eləyir. Xüsusilə xaricə getməklə bağlıdır bu. Xüsusilə xarici ölkəyə köçmək, yəni Sən niyə bu tema açdın? Yox, sənə dərd yoxdur. sən gedə bilmirsən. Sən onlara qulaq asma. Yəni çox çıxır axır vaxtlar qabağıma. Bir-iki dənə qaqaş, bir-iki dənə yox, elə bir dənə qaqaş var. O axır vaxtlar daha çox çıxır qabağıma. Çox əsəbləşirəm də. Yəni mənə elə gəlir ki, bu insanlar boş işlə məşğuldurlar və yol göstərməməlidirlər. Çünki obyektiv yanaşmırlar məsələyə və çox vaxtda pis tərəfləri göstərmirlər. Ancaq yaxşı tərəflərdən danışırlar. Sizin fikriniz nədir bununla bağlı? Müəllim sən də nə bilirsən? Niyə mütləq mən cavab verməliyəm? Yəni Düzdür. Danış. Nurlan istəmirəm danışsın, ona görə sənə baxıram ancaq. Qusi sən danış. Nə danışırsınız? Yox. Bu
Məsələn, coaching başqadır, o pump eləmək başqadır. Heç soruşma. Coaching, o həyatda heç bir özünün uğuru olmayan adamları nə qımışırsan? Onun səhvimdən zoom eləyərsən. Şey yalan, Qımışır. elmətliyin arxasında qoydular mahnı Ya, yalan. ya, ümumiyyətlə, yəni həyatda uğuru yoxdur bu adamın. 20 yaşı, 25 yaşı var. Mən maşın aldım özümə, mən həyatda bunu elədim, uğur qazandım, sən də bacar. Sən Bu izləyənlər üçün, Baxın biz səyahət. izləyənlər üçün bir dənə prosta kontekst verim ki, biz çox tədbirdə oluruq. Və çox spiçə qulaq asırıq da, istər-istəməz. Və hərdən bizim ətimiz tökülür. Yəni, Səkən vaxtı. Bax, sağ yəni, o elə olur ki, məsələn, zalın mən bir başındayım, Hüseyn o bir başındadır. Eyni anda bir-birimizə baxırıq da ki, yəni, bu kimdir də, bu Sizin kimdir? dinləməmə şansımız da yoxdur. Hədə yəni sən o tədbiri çəkməlisən. Çox də. Hərdən bir var. bu mikrofon zətdə axır, mikrofonla qulaq asır. Qulağındadır da təsəvvür elə. Amma zor deyil, işləyə-işləyə podkastda qulaq asan adamlar kimidir. Elə yerində canlı qulaq asır. sən yerində skip eləyə bilmirsən. Başqa videoya keçə bilmirsən də, məcbursan baxmağa. Və canlı gedir də. Qabağı yığmaq da. Amma zor reklamsız bax. Bir də bunu eləyənlər o TGT-də zətdə uşaqlar olur, uşaqlar 18-19 yaşı var. TGT-də nə bilim nəsə hansısa bir tədbir təşkil edib elə bilir ki, ayda bütün bu dağları bu yaradıb da, o alçaq dağları bu yaradıb. Alçal Hə. dağlar. Siz də bunu bacararsınız, mən bacardım, siz də bacararsınız. 15 yaşım var sənin. Okey. Ya Allah başlayıram icazə. Başda. Qusin dediyi kimi o ümumiyyətlə mən şey deyim, motivasiya verənlərlə bu xaricdə göndərməyə çalışanlar ayrı adamlar. Mən bir də orada bir şey deyim, ikiniz də onu dediniz deyə. Motivasiyanı onu niyə birləşdirdim? Çünki mənə görə ən riskli olanı budur. Və onlar da motivasiya verirlər. Onlar deyir ki, sən Azərbaycandan belə danışır ki, qurtula bilərsən də. Elə bil sən də oradan çıxa bilərsən. Mən çıxdım, qurtuldum. Bomba həyat yaşayıram. Sən də qurtul. Gəl bomba həyat yaşa və plus burada nədir? Sən oradan necə qurtulacağınla bağlı mən sənə konsultasiya verə bilərəm. Başa düşdün? Mən ona görə onları birləşdirdim. Əlbəttə ki, o qətiyyən coachinglə şey düzgün ayrı. deyil. Yəni Gəl biz şey xaricdəkindən danışaq ki, xaricə çıxmaqla xoşbəxt olunmur, hamımız da bilirik bunu. Yer önəmli deyil də, sən özün önəmlisən, özündən qaçan bilirsən hara getsən də. Hə düzdür, tək qalmaq üçün falan möhtəşəmdir, gedirsən, təcrübə olur, tək qalırsan, bir şeylər öyrənirsən, amma o ölkə ilə əlaqəli bir şey deyil yəni, sənin təkliklə bağlı. Ged rayonda bir il yaşa tək, eyni təcrübəni, oxşar təcrübəni qazanasın. Oxşar, eyni olmasın. Çünki yad ölkənin verdiyi bəzi çətinliklər də var. Yes, ətrafında dost tanışın yoxdur falan fəsməşən, məcbur bir-iki nəfər tapıb dost olursan, yəni məcbur. Hansı ki o adamla Azərbaycanlılarla belə yolluq olur ki, o adam Azərbaycanda sənin dostun ola bilməz. O Azərbaycanlıdır deyə məcbur orada onunla dostluq eləməyə şeyinə qalırsan. Hə, nəsə o ayrı bir şeydir. Elə adamlar yəni çox bespant. O adamlar da heç xoşum gəlmir, buradan təhqir eləyirəm. Yəni Azərbaycandan xilas olun, hər şey düzələcək söhbəti yoxdur. Azərbaycanda bomba kimi yaşayan adamlar var. Azərbaycanda xoşbəxt olmaq da olur. Hə, çox çətin məsələdir. Ümumiyyətlə avtomobil qəzaları Mən sizə bir şey deyim, mən çox qorxuram maşın sürəndə. Mən qorxa maşın sürürəm bu dəqiqə. Yəni bu bir tərəfdən müsbətdir, bir tərəfdən mənfidir və hər dəfə maşın sürəndə ölümdən qaçıram. Hər dəfə sürəndə. Yəni bir şey olur da orada bir saniyə söhbəti liboy gün olur. Çox pisdir. Maşın Azərbaycanda sürməyi və sürülməyi çox pisdir. Yəni sən bütün gün yol boyunca bunu fikirləşmişəm, dünən də bu gün də. Sən öz zolağında get, 60 da sürətdəyək və sən söhbət uzun yoldan gedir, svetoforsuz, piyada yolu olmayan bir yoldan söhbət gedir. Dümdüz gedirsən, hə magistral 60-lıq bir yol olduğunu düşün, nə bilim. 120 olur magistral. Ya da magistral düşünməli, elə ki 60-lıqdır, amma yoxdur da piyada keçdi, uzun bir 2 kilometr qoyunca. Sən öz zolağını tut və düz get, 50 ilə, 60 ilə. Mümkün deyil gedəsən. Kimsə səni orada narahat eləyəcək. Özdə bir sən necə, yəni yerisiz. Gəlib kimsə qabağıma keçəcək, biri o zolağın, yox, xəttin üstü ilə gedəcək zat. O elə şey. Mən o bilmirəm buna əvvəlki videoda sırf o hissədən danışmışdım yoxsa yox. Nə bilim mən yolda ümumiyyətlə çox belə kontroldan çıxdığımı gördüm də, müşahidə elədim və
elə bir prinsipə düşürdüm, giz-giz şeylər eləyirdim də. Məsələn, kimsə gəlir solla girmək istəyir qabağıma, mən prinsipə düşürdüm, qoymurdum. Axıra qədər dirəşirdim, girirdisə mən gedirdim onun qabağına. Yəni mən belə giz-giz şeylər eləyirdim də. Sonra 1-2 dənə çox belə ətrafımda çox ağır hadisələr belə bir baş verdi. O da necə məsələn ailəndə ölüm olanda, öz yaxın çevrəndə ölüm olanda sənə çatır ki, hə bu həyat bitəcək bir gün. Yəni sən də ola bilərsən, nə bilim sənin yaxınlarında. Çünki biz o baş verir, biz onu başa düşürük. Sonra üstündən məsələn bir həftə keçir, yenə elə yaşayırsan ki, elə bil ki, heç vaxt ölməyəcəksən də. Bu da elə bir. Məsələn mən qəza keçirtmişəm, mən maşını vurmuşam da, olub belə bir şey. Maşın vurana qədər sən inanmırsan ki, maşını vura bilərsən. Elə bir şey ola bilər də. Yəni vurursan və başa düşürsən də onu. Nəysə, ondan sonra mən qısa kəsim dəyişmişəm maşın sürmə tərzimi. Ortada, ən sağda yox, amma ortada gedirəm və evdən məsələn normaldan 15 dəqiqə tez çıxıram, 20 dəqiqə tez çıxıram ki, mən beynimdə heç yerə tələsməyim də. Mən ortada gedəcəm. Ortada gedən maşını arxadan necə siqnallamaq olar? Yəni arxadan necə miqalka yandırmaq olar ki, sür. Məsələn, sol var da, yəni bununla belə insanları necə stres altında, yəni manyakdırlar da. Bu insanların doğrudan çox ciddi problemləri var da. Yəni mən Türkiyədə falan bəzi belə müdaxilələr görürəm, ləzzət eləyir də. Polis biraz qabaqda dayanır, dronla çəkirlər. Dronlar yolun üstündə gəzir və o bizim keçən dəfə danışdığımız söhbət var idi ki, ən sol palasa ilə gəlib özünü salanlar. Yuxarıdan hamısını görür. Qaynaqçılar. Aiz qaynaqçı deyirlər, hə. Yuxarıdan hamısını görür, keçdin svidaforu, saxlayır səni və sənə ucu başa salır ki, bunu belləmək olmaz və o artıq Qardaş, o yolda gedən hamıya izah eləyir ki, bunu düz getmək lazımdır. Mənə elə gəlir ki, biraz sərtləşdirilsə, bu ümumiyyətlə o qəzalar da şeydən, yəni zolaq dəyişməkdən çox qəza yaranır. Mən razıyam. Mən Tıxacda ona görə daha çox yaranır. Demirəm ancaq ona görə, amma o ani zolaq dəyişməklər falan həm qəza şəraiti yaradır, həm də daha çox tıxac yaradır. razıyam. Bizdə yəni, mən də razıyam ki, o nəzarət artırılmalıdır. 100% artırılmalıdır. Mən qoy cərimə olunmaqdan qorxaraq maşın sürüm. Ölməkdən qorxaraq yox. Mən qoy cərimə olunum. Problem yoxdur. Öldürməkdən bir də. Öldürülməkdən yəni şeydir. Qardaş, mən Avropada maşın sürmüşəm uzun müddət. Taksidə işləmişəm və Polşada. Sizə bir şey deyim, Azərbaycanda yaşayan bir adam da Avropada maşın sürməyə öyrəşməyə çox çətin bir şeydir. Bu dəqiqə sən bütün Avropanı gətir o yollara Azərbaycana, bizdə daha çox qəza olur. Bilirsən niyə? Kuruq deyilən bir şey var da. Yəni bu kuruq ən normalı. Kuruq yox, dairə. Dairə. Dairəvi yolda söhbət gedirsə, bu az neftdə var bir dənə. Necə? Sən dairəvi yola hansı zolaqla girirsənsə, o zolaq davam edir dairəvi yol boyunca. Və o sənə göstərir. Sola get, sol tərəfdən gir, sol zolaqla davam elə. Sağ tərəfdən getsən, birinci çıxışdan çıxasan falan. Hə, o solla getməyə davam eləsən, o sağa gedə bilməyəcəksən. Bu Bakıda heç bir başqa mən dairəvi yolu görməmişəm bu səliqəliliklə. O da indi böyük və şəhərin mərkəzi deyirlər. Polşada bütün dairəvi yollar elədir. Və sən solla girib birinci çıxışdan çıxa bilməzsən. Mümkün deyil, sən orada daşlıya polis saxlayar birincisi. Bizdə polis saxlamır buna görə. Bilmirəm, ya da bəlkə də saxlayır, mən görməmişəm. Çünki mən neftçilərin dairəvi yolu var. O dairəvi yollarda xətt yoxdur prosta. Hə, o çox böyük problemdir. Adam gəlir razın tərəfdən, solla girir. Birinci ya da ikinci döngədən birbaşa gəlib keçməyə çalışır. Orada çox pis şey yaranır. Ya sən prosta soldakı mala baxmayaraq öz zolağınla getməyə çalışsan, girəsən. Çox pisdir. DJ Troll hanı? Hələ Milli Məclisin qabağı var mənim. Ora baxışı başqa dünyadır. Milli Məclisin qabağı necədir? Orada hələ bir dənə də əlavə yol kənardan gəlir. Kimsə gəlib belə keçmək istəyir, ya düz gedir. Pisdir yəni. Pis, çox pis. Ha, bilmirəm. Yəni mən şəhər idarə etməsi oxumuşam Polşada. Biz zolaq söhbətlərinin üstündən çox keçirdik. Bike passatda və zolaqla. Qardaş, gəlib Bakıya bildiyin bir dənə urbanist qoymalıdılar, yanına da nə bilmirəm, komanda verməlidirlər, başdan xəttləməlidir. Məncə yaxşı gedir axı o işlər indi. Məsələn, Xətai tərəfdə maraqlı xətləmə edibləri və insanlar da etiraz elədi, nə bilim, nə ki, niyə iki dənə sağa dönməzlər. Zordur. Və hər şey o qədər qəşəng
yenə dronla zadla izah eləyiblər. Dron girdisə söhbətə düzəlir də, elə bilirəm. Hə, yəni maşınların nə qədər maşın hansı olaqdan istifadə və mən o yolu sürmüşəm. Yəni gündəlik gəlib gəldiyim yoldan istifadə etdiyim yolda möhtəşəm eləyiblər yəni. Həqiqətən çox qəşəng gediblər də. Və elə nümunələri var. İndi biraz qəribə nümunələr də var. Hansı ki, məsələn, insanlara başa düşülmür, amma hamısını da izah eləyirlər. Mənə məsələn o ləzzət eləyir. Yəni etiraz olur. Kiçik sayda etirazdırsa, kommentdən cavab verirlər. Amma görürlər ki, kütləvi bir etiraz var. Məsələn, Koroğlu parkının yanında o belə xırda-xırda adacıqlar var idi. Belə boya ilə ada yaradıblar da, kiçik adalar yaradıblar da. O gördülər ki, hamı etiraz edir ki, bu nədir belə yolun qırağında nədir nə? Adamlar video çəkdilər, izah elədilər və baxırsan videoya, deyirsən ki, okey, məntiqlidir. Yes, razıyam. Yəni mənə elə gəlir ki, qarşıdakı illərdə bu şeylər çox daha yaxşı olacaq. Mən bu dəqiqə yəni məncə yaxşı iş gedir. Yes. Mən bu dəqiqə narahat edən şey nədir? Bizdə dövlət qurub elə bir ki, sponsorlu bir şey kampaniyası eləyir. Mən amma işin yəni zəif getdiyini düşünürəm sözümüzü yəni. Zəif getdiyini düşünürsən? Müəllim, bu bir yerdən başlayım, bir yerə qədər gedim söhbəti deyil də. Bu icra hakimiyyəti olaraq bölünür də. Hər icra hakimiyyətinə verilir ki, bu düzəlt də yollar və ya icra özü qərar verir. Bilmirəm proses necə gedir. Mən bilmirəm necə başlayır. Amma yəni bu durub Bakıdan bir yerdən başlayıb axıra kimi gedək deyil məncə. Rayon gedəmiş. Bütün rayonlara eyni vaxtda verdiyin şey, bəlkə resurs cəhətdən necə problem var? Məsələn, bu yolu çəkən adamlar azdır bəlkə falan. Bilmirəm. Amma inanmıram. Çünki bu dəqiqə Neftçilərdə də o gedir. Məsələn, razı gedən yola gir. Bu dəqiqə qəşəng ayırıblar zolaqlarla. Çay verəsiniz. Bəli. Çox. Hələ qədər yoldan danışırsan. Başqa şeydən danışırsan. Düzdür. Mən də ürəyim çünki bir də qulaq asmır. Onsa stressli. sıxılmaz bir yerdir. Sən bizlik bir şey deyil, bizlik bir şey deyil. Neftçilərdə körpünün altında hələ dayanırlar. Taksilər yoxsa? Yox, işçilər. Mən bununla deyim, zarafasız. Neftçilərin bu körpünün altında dayanan taksilər mənə çox narahat edir. Yəni, neftçilərdə... Ümumiyyətlə, körpünün altında dayanan hər şey mənə narahat edir. Razıyam. Qardaş, başa düşürəm indi çörək zadısı. O pul bir dəqiqə, amma o çörək pulu məsələsi bu ölkədə ölkənin pis günə salırlar. Şəhəri pis günə salırlar ya. Danışdan Nurlan Gecə saat 10-da. Nurlanın rolu budur. Nurlan sakit duracaq. Axırda bir dənə söhbət edib bütün hər şeyə pop qoyacaq. Onunla da biz üzdən bağlayırıq. Çəkib qoyursunuz da elə sən. Böyle bir danışmayanda da kral olacaq. Sən bir şey deyim, yəni gecə saat 12-nin yarısı gedib sonra avtobuslar indi gec gəlir də nisbətən. Əvvəl kimi deyil. Əvvəl gəlirdi neftçilərdə çünki 2 saat dayanırdı o avtobus ki, qəşəng quruş qazansın, oradan da bursun da biraz. İndi buranmır axı. O gəlir, gedir. Gözləmir. Maksimum 20-30 saniyə zad gözləyir, o da məcburda vaxtına görə. Qardaş 11-12-dir. Cəmaatın anası bacısı gəlir, zarafatsız. Bu söhbətə girmək istəməzdim, amma həqiqətən elədim. Mən orada özümü qız yerinə qoyanda çox narahat. Oğlan mən narahat oluram. Qaqaşlar sən nə edirlər? Ağızdan gələr Gəlin. Bir də deyirəm, yəni bu 20 yanvar Sumqayıt olsa başa düşərəm. O cəhənnəm. 20 yanvarda bir taksi bir burada saxlayır, bir taksi 5 maşın tərəfə saxlayır. Bir qız gəlir keçir. Bu burada buna qız haqqında nəsə deyir belə səsraltı mesajda. Mən özümün otaram ki, mən nə işim var? Allah. Həqiqətən elədir. Mən çox maraqlıdır. Necə olaraq cərimə yazılmır? Yığışdırmaq lazımdır. Olmaz da orada saxlamaq. Birincisi körpünün altına saxlamaq olmaz. İkincisi avtobus dayanacaqdır. Saxlamaq olmaz. Necə saxlaya bilirlər bunlar? Yəni necə? Gəl yığışdır da, yəni var da. Amma nə vəziyyətdir orada? Balaca digital Nədir orada? bu podkastda. Balaca qaraqan. Sən balaca qaraqansa. Balaca qaraqan. Yoxsa balaca qaraqan. Balaca qaraqan səndən yaxşı. Replər sektor ölüb, rep sektoru. Sözlü söhbət eləmə, Nurlan, nə olur? Düz imkan verin, şu an ildə bir dəfə mövzu açıb. Bir dənə Alican müdür şey yazıb, bir dənə cavab verir. Siləhsən o sən? Salam müdür, yaxşıyam, sən necəsən? Yaxşıyam bilmiyim. Salam müdür, salam. Bugün biraz qarışıqdı. Müdür mü? Axşam eləyib göndərəcəm. Bax, böyle səsin. Qaloş.
rap sektoru qəşəng mövzudur. Mən uzun müddətdir bununla bağlı danışmaq istədiyim insanları axtarıram. Mən danışa bilərik bunlar. Qardaş, rap nə fikirləşirsiniz Azərbaycan rapi ilə bağlı? Mən aşiqam Azərbaycan rapinə. Azərbaycan rapi kimi dünyada rap deyən adamlar yoxdur. Bu da Elə yox. Yox, mənə görə çox ciddiyəm qardaş da. Mənə görə Bastır. Yəni elə də yoxdur. qardaş, türk rapi poxlayır Azərbaycan rapinə yanında. Türklər Bu dəqiqə quşlayacağıq deyəm. Zarafatsız. Mən Ölü dəniz biz olacaq. nəyə görə edirəm? Özüm qardaş. Mən Azərbaycan rapinə qulaq asdığım qədər heç bir xarici rapə qulaq asmıram yəni. Mahnı deyə bilərəm, falan kəsdə ayaq. Ruslar da çox gözəl rap Ay, edir. Ruslar möhtəşəm rap edir. Ümumiyyətlə rus dili ədəbiyyat üçün, nə bilim, belə şeylər üçün də, rap üçün falan daha zəngindir. Bizim dilimiz o qədər zəngin dil deyil. O ərəbcə danış, ekspertə bax. Yəni ərəbcə danışır da. Ona görə elə. Öyle Ronaldo gol vuranda bismillah deyib bu günlər penaltı vuranda. Görmüsən? Qardaş, amma AI-dır. Aynen. Nəsə belə eləyir, deyir bismillah. Qardaşım, bax. Rap. Danış. Yox, sən danış. Yaxşı, mən danış. Danış. İndi sən ölkələrə ayırma, dünyanı bölgələrə bölmə. Eləyənlər eləyib olsun. Hə. Dünya bölgələrə amma Az rap zordur. öz dilimizdədir, özümüz başa düşürük temanı. Yox, Həm də lokal söhbətlərdə. Mən ay sağ ol, mən o söhbəti başa düşürəm. Məişət söhbətləri. Nəyə söz vurmaq O cəhəti istədir? sizə bir dənə mahnı deyim, bilirsiniz yoxsa yox. Hə. Arvadımı yığışdır Kanye mahnısına qulaq asmısınız? Eşitmişəm. Bu Neokortex. Yox, Expert Pastor, bir də şey o deyil. Adını eşitmişəm. Qardaş, müharibə vaxtı Kim Kardashian ermənilərə tərəf video çəkəndə, o da Kanye'nin arvadı idi. Arvadımı yığışdır Kanye deyib bir dənə mahnı buraxdılar. Abi sən nədir? Mahnıya qulaq as, dəli Amma ad olarsan. olaraq əsl Neokortex mahnısı deyil. Hə. Arvadı yığışdır Kanye. Ya, o musiqiyə siz bir dənə qulaq asın. Görün Amerikalılardan bala qalır yoxsa. Yəni bir sən nəyi deməyə çalışıram mən? Mən şey deməzdim ya, Amerika rapi Azərbaycan rapindən qat-qat üstündür və Azərbaycan rapi heç. Yəni məsələn futbolda bunu necə deyə bilirsən? Azərbaycan 30 il, 40 il sonra belə çatmayacaq da böyük ehtimal Avropa futboluna və ya təhsildə və ya atıram da, indi iqtisadiyyatda zətdə necə bunu deyirsən? Amma onu demək istəyirəm ki, rapdə bunu deyənməz. Heç kim deyənməz. Çünki Niyə? mən elə mahnılar Nəyə? Elə mahnılarımız var Eləmişdim, ki, düzdür. bir çox. Yəni mən Kanye'nin sən dediyin mahnısından sən nəyə oxşuyur? Bax. Məsələn, olmasın rap, olsun tutaq ki, Vaqif Mustafazadənin əsərləri. Ay sağ ol. Yəni onu da dünyada kiməsə tay tutmaq istəsən, azdır nümunəsi. Ay sağ ol. Hə, bir nəfər, iki nəfər. Boğazımda qaldı. Hə. Onu da tay tutmaq istəsən, biz bəlkə ikimizdən aşağı Peki bundan. bunlar isə ayrı Ayrı podcast. podcast Nahar partiyası amma danışmasın. Danış. Özüm olayım. Ay bu. Kəsməyəcək. Ağzından qayıtdı ya. Bundan bile rız çıxardım. İkisi posu gülürlər. Ay sağ ol. Ha, danış. Ölüm yoxdur. Gülməliydi. Sağ ol. Qardaşım imkan verir də. Bu dəqiqə edit eləyən Emin oradan əziyyət çəkir. Allah. Dışarı mən eşə qalsın sənlərdə. Yuduzdurucu. Denən qardaş. Yəni parça artist götürüb müqayisə edəsən, hə, kimlənsə eləyərsən. Siz necə qayıdırsınız? Dəstən olsun. Bu gülməli deyil axı. Yox. Amma çünki o maraqlı söhbət gedir. Dəli siz. Yəni sən məsələn 1 trek, 5 trek, 10 trek ya da 2 dənə artistin hansısa məsələn ekvivalenti olan digər reperlər. Oy belə o sözü sən rapdən tez vaxt. Sən birazdan sazdan danışmağa baş. Birazdan danışarıq ancaq pizza Ancaq yeyək. sazdan mürəbbədən danışaq. Bu arada pizza ilə bağlı bir şey. Mən gözləyirəm ki, Emin İtaliyaya getsin, gedə bilmədi. Çox təəssüf Gelib olsun. gələndən sonra söhbət təzədən açıldı. Niyə? Çünki Gerçi pizza necə olur? gedib orada pizza yeyəcəkdi. Görəcəkdi ki, olan çörəklərlə bizim çörəklərimiz arasında nə qədər fərq var. Orada bir dənə pizza yeyib, ikincisini də yeyə bilərsən. Amma bizdə 3 dənə götürüb doyursan. Yəni
Bunu bu dəqiqə heç bir rəy verəməyəm. Düzdür də. Hə, Getməyib, verə bilməsən, görməyib də. yeməmsən. Hardan biləsən? Bilsəydin biləcəydin ki, aşağısı pizzanı qaldıra bilmirsən. Belə o qədər nazik idi ki, belə Başında İtalyan pizzası yemişik də, o qədər də yox da. Mənim qısacası o mahnıların bizim üçün bir dəyəri var. Amma o demək deyil ki, caz ancaq Azərbaycanda ən bomba cazı Azərbaycan Ya onu mən onu deyirəm ki, azalım məsələn, bloklar. qardaş bu Buna əsas samimiyyətə minməyən adamlar da deyir. Yəni bağdan minməyən zamanında deyir dünyaya azalım bloklar. sual verirlər. Məsələn, sən dünyada səncə ən yaxşı klub hansı klubdur? Deyirsən mən, Dünya top 100-dədir. hə, Real Madridin məsələn Mən Allah- Azərkeşən. Ya futbol klubu deyirik. Hə. Forma nədir Allah? Və ya bu bizə necə bir şeydir? Ən yaxşı telefon hansıdır? Samsung-mu, iPhone-mu? Dəyişir də başa düşdün. Məsələn. Mən o perspektivdən baxıram sadəcə. Mən Azrep istifadəçisiyəm. Və Azrepi sevirəm. Və məncə möhtəşəmdir. Bunu demək istəyirəm. Azrep prosta çox böyükdür. Sən indi oradakı bir balaca bir hissəni sevirsən. Yəni Azrep də çox böyükdür və çox uğursuz nümunələri də var. İndi qulaq sən yeraltıya baxmısan oradakı battle-lara ətin belə qırıq olur belə piksellərə bölünüb ətin. yəni, O onlarda yaxşı Karat idi. da var, ekspert də var, necə O ki bizdə. təbii ki, mən say və ya nisbət olaraq demirəm. Mən xüsusi adamlar adı çəkim. Siz də deyin, hə yoxsa yox. Buna rəğmən sənə Onda gəlin o bir dənə Instagrama reel çıxardaq, qardaş. Bir hamıdan top 10 çoxdur. Top 5 rap artistini sayın. Oydu. Sıralayın. Amma sıralama olaraq yox. Biz 5 dənə ad Bizdə çəkdik. Azərbaycanda Yes, Azərbaycan. Eynullah. Eynullah kim? Var Efraim Azadla. Aint Noliye. Aha, sonra Elə tanıdı. 100%. Hə. Oyunulu zor. Mənə görə bax, gəl belə deyək. Bir deyək də. Nurlan bir dənə tutarsın. Eynullah o Beşi şey. də sayın. 5 dənə say, Mən o amma qədər top 1 2 3 4 yox yox. ki, mən 5 dənə. Ekspert var. Ekspertdə də 18 yaş Mən olanlar xoşuma gələn belə nə sayın oyadılar. deyirsən, yoxsa ümumi sayın? Yox, top 5 dənə. Müəllim, nə başa düşmədin, nə O yox. qədər, ya o qədər sahə ilə şey. 5 dənə necə sayam məsələn? Mən 10 dənə sayacağam bu arada. Buyur mən. Müəllim, ekspert Qaraqan Pasteur. Qaradan ciddi reper sayırsan. Mən saymamağım daha yaxşı. Yox, bilsən necə? Ya bu Balaca qaraca. bu şərt deyil ki, bunlar eyni şey, yəni hamı eyni şeylə məşğul. Onda ekspert də saymamalısın. Bilirəm. Yəni adam Qaraqanı sayırsan, ekspert sayırsansa Qaraqan Qaraqanı yəni həmin 3 dənə mahnısını sayar. Qaraqan bir dənə dərzi mahnısına görə reper sayarım mən. Başqa da Yox, yazma deyil. sən ucu tərzi dəyişdirdin. Təbii ki, yenə də yəni sən elə subyektiv bil ki, şeylər. ancaq kiməsə diz soxmaqsa şeyinlə götürürsənsə, hə, yəni bu adam başqa bir tərzlə də. Yox, onunla götürmürəm. Yəni amma buyur. Yəni bu 3 dənəsi Ekspert, Qaraqan, Okabir də zor. Pastor. Okabir məncə Qaraqan döyər məncə. 100%. Okabirdə bir dənə sevmədiyim zəng. Okabiri siz deyərsiniz, 2 dənə də təzələrdən desək, Qardaş. təzələrdə Denən. salaq qabağa. Mən Muhammed Salah. end möhtəşəm işlər End? görür. End Ciddisən hə? möhtəşəm işlər. Hə, görür. qaqaş Yəni, çox qaqaş karizmadır. möhtəşəm. Mən nə Bir bilim yaman inşallah sınavın ki, o tay bu tay çıxıb təzəlikcə möhtəşəmdir də. Ümumiyyətlə mən onu çox əvvəldən qulaq asıram. Monodan, Petitozdan o vaxtlar. Amma yəni ucu artırıb da, əməlli artırıb da. Mən o indi şeydə kəşf elədim 3 nəfərlik Efraim idi, oydu bir də Rio idi. Rionun, hə. Nə idi o? Hə, Şalzat söhbəti underground eləyir. Underground. Hə, Şalzat söhbət edir orada. Oydu Rio'da. Rio'da möhtəşəm, Rio, möhtəşəmdir. mən Rio'nun bu dəqiqə çıxartdığı hər mahnı playlistimdə. Hə, yox, bir dəqiqə. Hər mahnı yox. Yox, bir dəqiqə qulaq. as. Yox. Sən, müəllim, çox Mən yox, bir dəqiqə qulaq as. Bir dəqiqə, xahiş edirəm. Düzünə gedirsən. Sabırlı ol. Sabırlı. Bax, mən mahnılarını əzbər qoşanda belə kayf alırım, onun sözlərini təkrar. İstər-istəməz yadımda saxladığım replərə yaxşı rep deyərəm, mahnılara yaxşı mahnı deyərəm. Məsələn, o Rio'nun bir dənə qara çıxır. Çudası. Hə, bax ondan başqa mən bir şey bilmirəm. Və qulaq asıram belə qaqaş mənə tarif Mən sənə bir şey deyim, mən qulaq asmamışam böyük ehtimal. Yəni bir dənə ikisi sınır ola bilər qavağı, amma oturub bir dənə bir gün məsələn 10 dənə son mahnısına bax, ondan sonra danışaq səninlə. Ya, Amma qulaq qulaq as. as, Hesab qulaq as. Mənim Rio ilə bağlı Asıl mənim maraqlı bir fikrim var. Sənin fikrin mənim maraqlıdır.
Bax, axırıncı mahnısı var ya, de hardasan. Aha. Mənə görə yersiz bir duet idi. Çünki o mahnının hype daha çox adamın qulağına gəlirdi. Nəinki orada Rionun işi. Bax, mən o mahnının ancaq nəqayət hissəsinə yaxın. Məsələn, Riodan 2 dənə cümlə verirlər, sonra da İradə İbrahimova girir və de hardasan oxuyur. O de hardasan onsuz da özünü təsdiqləmiş bir mahnıdır da. Sən onu götürüb olduğu kimi niyə istifadə edirsən? Başqa ruh qatır. Mən sənə bir şey deyim. O mən bəyənirəm. O bir sən nədir? Birincisi təbii ki, bir növ biraz bazara işləmiş bir şeydir ki, o biraz da tanınan. 100% orada bir şey var da. Yoxsa mənim həyatım boyunca ən böyük istəyim İradə İbrahimova ilə duet oxumaqdır deyə işə çıxdığını düşünmürəm mən yəni. Deyir ki, bomba mahnıdır. Mən ləzzət eləyir. Onun üstündə bir dənə oxuyum, onun üstü tanınır. Mən də daha çox tanınaram da bunu şotuna deyib və gedibdir və mən mahnını da çox bəyənirəm. Mən heç vaxt Spotify-ımda İradə İbrahimova'nın de hardasan mahnısı olmuyor. Məsələn, Olmuyor da qardaş, de hardasan mahnısı vaxtında Spotify yox idi. necədir var oğlum? Hə, yəni olmasa da qulaq asmamışam. Sən belə bir qazdan yükləməmisən o mahnını. De hardasan, Mən də yükləməmişəm, amma radio qazada eşitmişik də, o mahnıya heç bomba Hə, mahnıya niyə görə qoşasan? Heç Amma sən sənə bir şey deyim, o mahnıya var qulaq as böyüsün bir o dəqiqə. Qassan niyə əməli başlı bu mahnıya qulaq? Məncə o qədər Yəni mən İradə İbrahimova mahnılarını qulaq asıram. O mahnı bu dəqiqə remix olsa təzədən remaster olsa çox qəşəng olar. Prosta o 2000-lərin o tonları var. o da adam saxlayır. O deyil. Yəni heç bir mahnı o vaxtda oturmur. O mahnılar indi remaster olanda ona görə partlayırlar. Mən remaster olmasa da, yəni 200 Spotify-da qulaq zordular. Cem Yılmaz şey oxumuşdu İradə İbrahimova. Neyləyə alınmadı. Neyləyə alınmadı. Mən onu ses sevirəm. Oxuyanda da sevirsən? Mən Mən də Mən sevirəm. qulaq asıram. Ha, sağ. Məsələn o mahnı zor. Biraz da yaxın gəl. Gəzər. Rionun Legacy mahnısına yerin qulaq asın. Adam 2-3 ay bundan qabaq çıxarıb Legacy. Sonra təzəlikcə bir dənə də mahnı çıxarıbdı, adını yadımdan çıxıb. Amma Rio dəhşətdir mən sizə. Çox dəhşət. Siz də indi qulaq asın, çox xahiş edirəm. Yaxşı, elə Rionun orada oxuduğu da çox möhtəşəm. Bəsdə. Nəysə, top 5 dənə sayıram. Gəzər. Say gözəl zövqünlər. Aster deyəcək, ekspert deyəcək. OKB. Mən OKB-də qulaq asıram. Ekspert Azərbaycanın nömrədir. Mən 10 dənə sayacağam. Müəyyən edirəm, RP-dir. Qardaşlar, ekspertdir. OKB-ri nəyə sayıram nəyə görə? Çünki çox ərgənliyimiz OKB-dən keçibdi. Mənim də. Hə, amma OKB-dəki Amma- bir dənə narahat eləyən şey mənə nədir? Musiqilərin demək olar ki, hamısı sıfırladılmış musiqilərdir deyə. Yəni orijinal bir şey tapmırsan da, hamısı xarici mahnıların musiqilərini götürür, remaster edib şeydir. %90 partlamış mahnılar tabuya kimi hamısı elə. Üstünü oxuyurmuş, zor oxuyur, razıyam. Amma yəni arzulamışdım Londonu hara, orijinal musiqdə deyə düşünürəm. Şey baş. Məncə çox da orijinallığına Təbii ki, durma, təbii ki, bilmək olmaz. Sonra kapitaldan zəng gələcək ki, ödə. Ekspertdir, pasterdir. Sağlam. Mən qəribə mən bu arada bunların səviyyəsində məsələn Drake məsələn məncə bunların səviyyəsində. Və şeyə görə demirəm, ha bu mikrorayon söhbətinə görə demirəm. Mikrorayon yəni mən o qədər də qulaq asdım mahnı olmadı. Sən Drake-in yamansı var, Bakı bağışlanır. Bu yükdə. Mən onu da sevmirəm. O sən yatacam ölənlər. Yatacam öyrəndə də. Sonra sən Fantastik şey, mahnı, o çox dinə yaşa. 2 dənə mahnısı var onun. Ay, qalın, bir dənə. Layiqi mahnısı var. Layiqi. Layiqi. Parti də, bir dənə parti. Hə. Bir dənə də Onların bir ara sözü kəsirəm. Belə partilər eləyirlər, Bronx partiləri eləyirlər. O partilər üçün Məncə saxsı də, mahnılar var idi. Luna, ay işığı, ay işığı. Bir dənə də mahnıları var. Son bir il yoxdur məncə çıxarıblar o mahnını, yenə o dinlə. Adını bilmirəm, burada çıxaracam. Cover şəklində maşında 4 nəfər. Ayda, Əli, deyəsən odur. O mahnıya qulaq asanda bir sənin ağlıma gəlir. Kino bildiyin. O şey var, Hangover kinosu var, elə bil. O elə bil Azərbaycan remaster ağlıma gəlir ki, 3-4 dənə dost Azərbaycanda yeyib çıldığınlar kimi əylənirlər və arxa fonda maşında bu mahnı gedirmiş kimi hiss edirəm də. Direkt möhtəşəm. Sonra qardaşım sənəsi Rion dediyi, bir dənə də Rio deyəcək. Paster, Expert. Təzələrdən ad çəkdə. Yaxşı, bunların hamımız tanıyırıq. Bir dənə qaqaş var. Bir dənə mahnısı çıxırdı mən biləm. Mən o eşitdiyim odur. Çətin bir mahnının adı. Çətin. Çətin. Ləti. Çətin deyə bir mahnı. Adı nədir? Adını bilmirəm. Spotify-da arayənələ çox fikir verməmişəm. Üzr istəyirəm həmin qardaşdım. Sonra kimi deyim, təzələrdən Rio təzədir də belə baxanda. 5 ilin Rio ucu təzə deyil. Sən nə qədər təzə? Amma belə baxanda onların hamısı eyni ərəfədə çıxıblar da. Eyni Rio, Efraim. Məsələn, Luther də bomba reperdir. Çox az oxuyur, amma oxuyanda da yəni saz oxuyur səni.
Rıza məsələn düzdür reper kimi görmürəm indi son Zaten vaxtlarda, amma qəşəng belə Zaten qəşəng müğənni. müğənni. Əsl. Amma sən necə müğənni? Yəni estrada müğənnisi yox da. Tam o Azərbaycanda görmək istədiyim müğənni Rızadır. Məncə elə o birisi istəsə o birisini də eləyər. Sonra Estrada mənim- müğənnisi də olar. Qəşəng. Olar. Rüzgar. Rüzgar itirilmiş bir potensialdır. Yəni çox heyf. Hə, 100%. Qaqam- 100%. Kayıfdan ayrıldım. Bir dənə gözüm. Yaxşı da, yaxşı. Ayalar. Ayrılmır da bura. Qardaş, yenə qaçıram, yenə gedirəm mal dalınca. Mahnısı var onun da. Mən razı deyiləm falan. Bir okey bilirəm hekayə söhbətini, amma Zindan yenə mahnısı da zor. unuduram mahnısı var. Unuduram mahnısı var. Mən türklərə qulaq asdırırdım Azərbaycan mahnılarını da. Ölürdülər də yəni. Bu Rüzgarın mahnısı hamının playlistində. Ölərlər, da onlarda mahnı var. Hə, düz. Sonra məsələn ekspert zat bu gün də yolda qulaq asırdım. Sansar Salvo, Sayedar Nazırla bir dənə fitləri var, Master Expert. Sonra Anıl Piyancı ilə Okaber isə Azərbaycan rapinin ən underrated albomunu deyimsə, bu gün yolumuz düşsə qulaq asın. Okaber Love Underground deyə bir albom var. Erci ilə Okaber. Erci ilə Okaber. O gözlər bu necə əfsanə deyil hələ də mən o çatmır. Anıl Piyancı ilə duet var orada, nə bilim ya. Kimlərlə oxuyurlar. Əslində duet var Ercinin orada. adını çəkmək olardı. Erci. Mən sayım, mən. Amma indi yox ha sən. Qardaş, O Okaber Love Underground-a görə Erci. Niyə mən postu da zor? Reperlər Elşad Xoseydi həqiqətən. Adam fantastik. Yaş fərqi sözünü deyirəm. Yaş fərqi söhbəti deyil. Elşad Xoseynin repləri çox bombadır. Sözləri də zordur. O bitə düşməyi də zordur. Nə deyirlər, titrə deyirlər, nə deyirlər də. O bombadır. Adam zordur. Səs tonu da zordur. Kör yolçu. Kör yolçu bir ara. Özü Evet. kör yolçu da olar itmiş amma potensialdır. Potensial. İtmiş potensial. Çox zor. Qardaşın səsi. Bir şey ki, əzəllə eyni yerdəydilər. İndi əzəl dünya səviyyəli. Küçələr bizimdir. Fantastikdir. Həqiqətən Mən adamı bəlkə də o söz küçələr bizimdir ya. Adama enerji verir. Adam bəlkə də bu qədər mafya, bu qədər düz basan buraları zaten beləsən. Sonra deyən deyəcəm sənə. Ekspert eyni tərzdə getdi mənə görə. Elə şaman zor idi onunla. O yox, indi nədən? İndi Mən qoyasam belə. Ən axırıncı treki mən eləstələməm. o mənim şey Euroaxın klipinə baxdı. Eləstələməm. Mən çox əsl məsələ o deyil. Əsl məsələ görmək, ki olmur hər şeydən meyl. Olay yox, dəhşətlərisiz. Sonra məsələn ekspertin Dardalanda əfsələr mahnısının Türkiyə serialının əsas mahnılarından biri olan bilirdi. Bilmirdim. Dedektiv serialı var bir dənə, məşhur platforma serialıdır. Çağlar Sorumlunu tanıyırsınız da. Kim eləyər Çağlar Sorumlunu? Çağlar Sorumlunun başrolda oynadığı bir dənə dedektiv serialı var. Orada bölümlərdən birinin arxa fon mahnısıdır, Dardalanma əzimlər. Və oydu da yəni, 1-2 dəfə çıxmışdı. Sən Bu arada mənə sözümü saat kəsdin 3-də ha. 5 Görüşümüz var. 5 dəqiqəyə var. bitiririk. Nə görüşü? 9 dəqiqə qaldı saat 3-ə. Şöbə müdürümüz iclas saldı. Yeni şöbə müdürümüz. İlk iclasını keçir. Qorxaq gedir. Bugün yeni şöbə müdürümüzü hörmətsiz eləməyək onda. Yox, eləməyək. Mən də xahiş elədim ki, gecikdirsin, Hesab. səs alsın. Üçün yazayım normaldır. İkisi də. Necə məsləhət? Bugün həm hər şeydən danışdıq, həm də heç sənə danışmadıq kimi gəlirdi, elə bil. Bugün çox danışdın, Emin. Ciddi Başım ağrır, sən də çox danışdın. Danışmırsınız da çünki. Mən danışmıram. Məsələn, Valla. bu adam heç nə danışmır. İki nəfər Bir ara sənə yatırdın. Sənə 2 dəfə söz Müəllim verirsən. danışmaq lazımdır da. Hə. Oturmuşsunuz qulaq asırsınız. Mən özümü niyə nəsə Mən birdən-birə gördüm ki, universitetlərdən zatdan danışsan. maşın gedir. Yol söhbətinə biraz Yolda uzun girdi sağ olun. və Amma sizin söhbətə qoşulmağınız mənə heç eləmir. Yəni sən. belə dayanmışsınız ki, yəni yol gözləyirsiniz də Hə, ki, boşluq sizin olsun, falan, düzə danışalım. Amma belə girmirsiniz söhbətə. düz Buyurun, girməlisən. çox sözümü kəsdiniz. Mən belə bəzən danışanda deyirəm ki, kaş bu dəqiqə kimsə sözümü kəsər və mən bu söhbəti davam etdirməzdim. Çünki mən bir anda dayanırsam, Nurlanı qırmaq lazım. Yox, adam soruşdu ki, yəni hamı dünyada bir dəqiqəyi nə eləmək istəyər? Dedim ki, yarım saatlıq sakitlik olsun. Sən məndən necə ekstra danışıq şey gözləyə bilərsən?